2 ilə yaxın evli bir ciddi olaraq bir günümüz necə keçir? Bizi daha öncədən izləyənlər bilir ki, biz kənd həyatını yaşayırdıq və o zamanlar bir-birimizə zaman ayırmaq bizim üçün çox asan idi. Amma hazırda işlərimizdən dolayı Zaqatalaya şəhərə köçdüyümüz üçün isə günümüz ancaq qaça-qaçda keçir, ya harasa tələsirik, ya da harasa gecikirik. Amma yenə də nə olursa olsun bir-birimiz üçün də vaxt tapmağa çalışırıq. Artıq bütöv günü deyil, yarı günü bərabər keçirə bilirik. Bu gün də sizlər üçün kiçik bir vlog çəkmək istədik. Öncəki hazırlaşıb evdən çıxdıq və gəldik Ekonom Aptekə ehtiyacımız olan məhsulları əldə etməyə. Bu apteka isə daha öncə rəsm çəkərkən göstərmişdim, amma alış-veriş olaraq isə ilk dəfədir bura gəlirəm. Düzü bunu deyim, qiymətləri də çox münasib idi. Həm də kollektivi də çox mehriban və gülərizidilər. Sizi bilmirəm, amma mənim üçün fərq etməz bir mağazaya belə daxil olanda, əgər oradakı mağaza sahibləri və ya işçilərin üzündə təbəssüm yoxdursa, nə yalan deyim, ikinci dəfə belə getmək istəmirəm. Buna görə də bu mənim üçün çox böyük bir əhəmiyyət daşıyır. Hər nəsə biz məhsullarımızı seçdik və kasaya yaxınlaşıb ödənişimizi edərkən isə bizə çox gözəl bir bonusla bağlı məlumat ötürdülər. Hansı ki şəkər xəstəliyi, təzyiq, astması olan və digər xroniki xəstəliyi olan şəxslər daimi istifadə etdiyi dərmanları Ekonom Aptek kartı ilə aldıqda ödədiyi məbləğin 10%-i bonus kartına yığılır və bu bonus kartı ilə də növbəti dəfə pulsuz şəkildə dərman ala bilirlər. Hər nə qədər apteklərə baş çəkmək istəməsək belə, günümüzdə ən çox yayılan bu xəstəliklərə görə əziyyət çəkən insanlar da az deyil. Biz də bonus kartından əldə etdik və ehtiyacımız olan bir neçə məhsulu da aldıq. Ardınca isə bərabər bir zaman keçirmək üçün gəldik sevimli məkanımız olan Louvre restoranına. Artıq bərabər zaman ayırmaq deyəndə bizim ağlımıza sadəcə yemək yemək gəlir. Olsun, əsas odur yenə də bərabərlik deyib özümüzə təsəlli verdikdən sonra yoldaşımı işə yola salıb mən isə qayıtdım evə. Bu arada qış da gəlib keçir, mən hələ də həyəti yığışdıra bilməmişəm. Həyət evini çox sevsəm belə, işlər çox olanda həyəti belə yığışdırmaq alınmır. Amma məndən sizə bir söz olsun, həyət vlogu da çəkəcəm sizin üçün. Evə girər girməz təbii ki birinci balaca pişiyim Lucy ilə qucaqlaşırıq. Bilirəm o da mənim üçün darıxır. Gün ərzində tək evdə olduğu üçün evə gələndən sonra ona da zaman ayırmağa çalışıram. Pişiyə də günlük sevgi dozasını verəndən sonra qalxıram evə. Hər zaman olduğu kimi evdən tələsik çıxdığımız üçün yenə stolun üstü bu vəziyyətdə idi. Əsas odur gündəlik işlərimizi çatdıra bilirik. Ev işlərini isə gecənin bir yarısı belə olsa eləmək olar. Mən ümumiyyətlə gün ərzində ən vacib işləri birinci yerə salıram. Qalan işləri isə əgər vaxtım yoxdursa təxirə də sala bilərəm. Düşünürəm ki, bu hər kəsdə belədir. Ən vacib işlərimizi bir kənara qoyub ev işlərini həyata keçirməyə alınmır əlbəttə. Bu qayda mənim üçün həm tək yaşadığım zamanlar, həm də ki ailəmizlə bərabər yaşadığım zaman üçün də keçərlidir. Yataq otağımı səliqəyə salıb keçirəm salona. Salonda da masanın üzərində hər qaça-qaça evdən çıxdığımız üçün içə bilmədiyimiz çay stəkanları da yığışdırıram. Ardınca da divanın üzərini də səliqəyə salıb düşürəm həyətə. Çünki balaca pişiyimin qonaqları gəlmişdi. Mən də dedim biraz da onlarla zaman keçirim. Sizinlə isə növbəti və daha maraqlı vlogda görüşəcəyik. Fikirlərinizi isə yazmağı unutmayın. Hələlik.